Salam, gəlin 7-ci sualı həll edək. Demək bizə verir ki, kökdə 11 üstəgəlsin kökdə 10 bərabər A olduqda, kökdə 11 çıxılsın kökdə 10 ədədini ailə ifadə edin. Gəlin bunu yazaq. Kökdə 11 üstəgəlsin kökdə 10. Bu A-ya bərabərdir. Və biz bilmirik ki, kökdə 11 çıxılsın kökdə 10 nəyə bərabərdir. Ona görə mən 1x deyirəm buna. Və gəlin bunu alt-alta vuraq. Onda kökdə 11 üstəgəlsin kökdə 10 vurulsun kökdə 11 çıxılsın kökdə 10 bərabər AX olar. Bu nəyə oxşur? Bu kvadratlar fərqinə oxşur. Yəni A çıxılsın B vurulsun A plus B bərabərdir A kvadrat çıxılsın B kvadrata. İndi gəlin bunu da belə yazaq. O zaman kökdə 11-in kvadratı çıxılsın kökdə 10-un kvadratı bərabər olar AX-a. Kökdə 11-in kvadratı 11 verir. Kökdə 10-un kvadratı isə 10 verir. Çıxılsın 10 bərabərdir AX-a. 11-dən 10 çıxanda 1, 1 bərabərdir AX-a və buradan x tapsaq 1 bölünsün olar. Bizdən də elə bunu istəyirdi, onda cavab C variantı olacaq.